Oradan da bir 500-600 metr aradan ev tutublar. Məlikədə gəlinlər ev. Qaqaş da hələ balacadır. Nəysə bir mənzərələri. Xan Şurskini gətirib oxudurlar bunların məhləsinə. Hamı deyir ki, az evlanın, birmanın, müdürünün qardaşına qız qaçırdıqlar. Toy edirlər. Camaat hamısı yığılıb. Səni qaçırdı baba? Yox, qaçırtmıyor, məni istəyir. Camaat bana elə bilir ki, toy edirlər. Danyar gedib gətirir Xan Şurskini oxudurlar. Puldan tökülür, idarə müdürlərin hamısı yevlaqdan yığıb gətirirlər. Bir də xanın səsi götürüb gedir oralara. Bizdə şallar da vaxtlar deyir, bəs falan kəsin evinə düşənlər qız götürüb qaçıblar, toy edirlər. Bizdə gülürük deyirlər, toy. Özləri keyf üçün gətirib xanı oxudurlar. Nəysə, axşam oldu, bir də gördük ki, qapı döyülür, durdu.